Salam əziz dostlarım, salam əziz dostlar. Gördüyünüz kimi bugün mən verilişimdə sizlərlə turmalin daşı barəsində danışmaq istəyirəm əziz dostlarım. Gördüyünüz bu turmalin əziz dostlar Madagaskar turmalinidir, yaşıl turmalindir. Turmalinin yaşıl növü bir də Loqan əyalətindən çıxır, yəni Əfqanıstan əyalətindən çıxır və Əfqanıstanda da bilirsiniz ki, çox gözəl turmalinlər mövcuddur əziz dostlar. Ümumiyyətcə turmalin daşı orta bahalı daş hesab olunsa da əziz dostlar, qiyməti dünyada artıq qalxmaq üzrədir. Yəni kapital daşı sayılır və zərgərlikdə böyük istehsal olunan belə deyək də üzüklərin üzərinə və bahalı üzüklərin üzərinə qoyulur. Hal-hazır ki gördüyünüz turmalin əziz dostlar Tayland turmalinidir. Gördüyünüz kimi bunun rəngi isə qızartdaq qırmızı rəngdən tünd, belə deyək də konyaçın rəngə qədər gedir çatır əziz dostlar. Qırmızı rəngin də açılan və 2 dənə ton olan formasına keçən rəngdədir və gözəl daşdır. Daşımız hal-hazırda satışdadır əziz dostlarımız. İnşallah mən gemolog, mineralog Nazır Nagiyev sizlər üçün bu eksklüziv daşların tapılmasında və təmizliyinin yoxlanılmasında ekspertiza rəylərimlə həmişə önərmişəm sizlərə bu daşları əziz dostlarım. Qiymət meyarı olaraq ümumiyyətcə bu daşlar dünyada bahalaşır və getdikcə qiymətləri də artır əziz dostlarım. Hal-hazırki növdən fərqli olaraq əziz dostlar, ən axırıncı turmalinimiz, yəni 25 karatlıq turmalinimizə baxırsınız. Rozvo rəngdən tünd, yenə dediyim kimi konyaçlı rəngə keçən formadır əziz dostlarım. Bu rəngdə eksklüziv formadır və bunu gözəl bir klon üçün siz istifadə edə bilərsiniz. Bizim peşəkar və professional zərgərlərimiz var əziz dostlar. Mən onlarla işləyirəm və sizin ürəyiniz istəyən hər hansısa bir gözəl aksesuar üçün bu turmalinləri biz hazırlaya bilərik əziz dostlarım. Tam ekspertiza rəyi ilə təsdiq olunmuş daşlar və tam gələcəyə sizlər üçün sərmayə apara bilən bir daşlardan danışırıq əziz dostlarım. Gələcəkdə bilirsiniz ki, bilmək olmaz. İnşallah kanalımıza abunə olmağı unutmursunuz. Gələn verilişlərdə görüşənədək.